Hristiyanların ən mühüm ibadət günü bazar günü hesab olunur. Hristiyan bayramları. Hristiyanların bir neçə mühüm dini bayramı var. Milad bayramı İsa Aleyhisselamın doğum günü kimi qeyd olunur. Adətən 25 dekabr tarixində qeyd edilir. Pasxa Hristiyanlığın ən mühüm bayramıdır. Bu bayram İsa Məsihin çarmıxa çəkildikdən sonra dirildiyinə inanılması ilə bağlıdır. Hristiyanlığın yayılması. Hristiyanlıq ilk dəfə Jerusalem ətrafında yayılmağa başlayıb. Sonra isə Paul de Apostol kimi şəxslərin fəaliyyəti nəticəsində Avropaya və dünyanın digər yerlərinə yayılıb. Hristiyanlıq neçə məzhəbə bölünür? Tarix boyunca Hristiyanlıq müxtəlif məzhəblərə bölünüb. Əsas 3 böyük qol var. 1. Katoliklər, Katolik kilsəsi. Bu məzhəbin mərkəzi Vatikan City'də yerləşir. Katoliklərin dini lideri Papa Fransızdır. Katoliklər Papaya böyük dini səlahiyyət verir, ənənəvi dini qaydalara ciddi əməl edirlər. 2. Pravoslav kilsəsi. Bu məzhəb əsasən